bilsinlər. Bax, o dövlətlər içərisində mənim də dövlətim var. Mənim də millətim var. Bax, bunu qorumaq hamımızın işidir. Bilirsən, insan canından bezəndə əgər ağrıyırsa, xəstəliyi varsa, o adam canından bezəndə ölüm istəyər. Amma hələ mən çox bərk ağrıyan yerim yoxdur. Özümü gümrah hiss edirəm. Şükür Allaha istəyirəm. Nəvələrim var, ailəm var, gözəl evlatlarım var. Bunlarla fəxr edirəm və ona görə də yaşamaq istəyirəm. Yaşamaq hissi məndə daha çoxdur. Nəvəm biri Türkiyədə o özdə dövlətimizi sağ olsun, mən xüsusən dövlət hesabına getdi. Bilkent Universiteti var. Oraya girib, bütün dünyanın üstlarına girir. 1600 baldan 1469 bal toplamışdı. Ən çox bal toplamışdı. Dövlətimiz özü buna qarşı zad elədi. Bütün universitetlərin hamısına girir. Xarici universitetlə nəyə görə? Məsəl üçün, Oxford Universitetinə girə bilər, Cambridge-ə girə bilər, hamısına girə bilir. Amma gör nəyə görə? Sən xaricdə 12-ci sinif var. Sən 11-ci sinifi qutarırsan. Ona görə məcbur olduq biz Bilkentə, o fakültetdə bu kompüterlik injineri idi. Kompüter injineriyəndə oxuyur, çox gözəl orada. Mənə yazır ki, ay baba, burada Pakistanlı var, elə savadlıdır. Bizcə o məndən savadlıdır. Hamısının keçi çox savadlı bir uşaqdır. Bax, onlar sevindirir məni doğrudan da.